müdafiə edirlər. Sizə görə nədir? Cərəyan nədir? Buyurun lütfən. Bizim üçün, ümumiyyətlə bu region üçün, ilk növbədə Cənubda yaşayan, Güney Azərbaycanda yaşayan bizim soydaşlarımız üçün, Türk dünyası üçün, Azərbaycan üçün ən pis perspektiv şah rejiminin bərpa olunmasıdır. Yəni, indiki teokratik rejim tükənib. Artıq bu illər ərzində perspektivini itirib və onsuz da ya tez ya geç, amma çox uzaq olmayan bir gələcəkdə bu rejim gedəcək, bu rejim dəyişəcək. Amma onun yerində şah rejiminin olduğu bir dövlət qurulacaqsa, təbii ki, bu bizi narahat etməlidir. Ona görə biz bu məsələlərə çox diqqətlə yanaşmalıyıq. Pəhləvi İrandan gedərkən, deyək ki, bir qaçqın kimi getməyib. Yəni, o hakimiyyətdən nə Maduro kimi, nə Bəşər Əsəd kimi, nə Kaddafi kimi kənarlaşmayıb. O, öz təyyarəsində, prezident təyyarəsində, öz ətrafı ilə birlikdə, öz sərvətləri ilə birlikdə İranı tərk edibdir. Və indikindən daha çox insanın qətlə yetirilməsindən sonra hakimiyyətdən getməyə məcbur olubdur. Və ən müstəqil ekspertlərin hesablamalarına görə İrandan çıxarkən özü ilə 1 milyard dollar vəsait aparıb və o vaxt ki 1 milyard dollar indiki 1 milyard dollardan bəlkə də 10 dəfə yüksək bir vəsaitlər idi və bu vəsaitlər hesabına müəyyən sistem qurulub və bu vəsaitlər hesabına müəyyən bir işlər qurulub, təşkilatlar qurulub, mətbuat orqanları yaradılıbdır. Rıza Pəhləvi ümumiyyətlə heç vaxt İranda olmayan və bu uzun müddət ərzində İranla maraqlanmayan, orada gedən proseslərə münasibət bildirməyən bir şəxs olub və indi birdən-birə onu süni sürətlə ortalığa gətiriblər və bir daha qeyd edirəm ki, indiki rejimin hətta dəyişərək Rıza Pəhləvi rejimi ilə əvəz olunması daha pis perspektivdir. Çünki onlar gedəndir, bu gələndir, bu daha təhlükəlidir. Ola bilsin ki, Türkiyədə bu amili nəzərə alırlar, bu perspektivi nəzərə alırlar. Bundan başqa Türkiyədə çox ciddi narahatçılıq orada hər hansı bir Kürd dövlət quruluşunun yaranması ilə bağlıdır və hesab edirlər ki, əgər orada hər hansı bir Kürd dövləti, Kürd avtonomiyası yaransa, orada bir mərkəz qurulsa, bu Türkiyənin milli təhlükəsizliyi üçün çox ciddi problemlər yarada bilər. Yəni, mənim təxmin etdiyim ehtiyatlanmalar məncə bunlarla, bu amillərlə bağlıdır. Ola bilsin, başqa amillər də var. Ancaq açığı mən bir dəfə bir müsahibə vermişdim və demişdim ki, niyə o vaxt nəsə Yəməndə problemlər var idi və Erdoğan demişdi ki, biz ora müdaxilə edərik, ora ordu göndərərik və s. O vaxt mən belə bir müsahibə vermişdim ki, ora uzaqdadır, amma Qarabağ yaxındadır. Yəni, söhbət 20-ci ildən xeyli əvvəl, təxminən 2010-cu illərə aid olan bir söhbətdir. Orada mən demişdim ki, axı, yaxında Azərbaycan var, Türkiyənin sərhəddində nəzarət altından çıxmış bir bölgə var, region var. Azərbaycana aid olan, işğal altında olan bir silahlı qüvvələrin nəzarəti altında olan bir ərazi var. Nədən Türkiyə bu ərazi ilə bağlı yox? Heç Türkiyədə sərhəddə olmayan dövlətlərin ərazisində gedən problemlərdə daha çox maraqlanır və düşünürdüm ki, belə bir fikir də var idi ki, Türkiyənin bu məsələlərlə bağlı, nəinki Türkiyənin, hətta Azərbaycan hakimiyyətinin məsələlərlə bağlı bir strategiyası yoxdur, amma hər halda 20-ci ildə bu 44 günlük müharibə dövründə məlum oldu ki, hər halda strategiya var imiş. Və bu cəmiyyətlərdən, istər Azərbaycan, istər Türkiyə cəmiyyətindən gizli saxlansa da, hər halda bir strategiya mövcud imiş və bu strategiya uğurla nəticələndi ki, biz Azərbaycan ərazilərini işğaldan azad etməyə nail olduq. İndi mən əmin deyiləm, amma fikirləşirəm, bəlkə indi də hansısa bir strategiya var. Əgər doğrudan da hədəf bir Turan birliyi yaratmaqdırsa və bu istiqamətdə addımlar atılırsa, bu istiqamətdə iş gedirsə, indi Zəngəzur dəhlizi açılması ilə bağlı bu Turana aid olan dövlətlərin, Türk dövlətlərinin əlaqələri daha da sıxlaşacaqsa, daha da yaxşılaşacaqsa, bu məsələlərdən deyək ki, Güney Azərbaycan dışında nəsə həll etmək ağla sığan deyil. Yəni, Turan birliyi Güney Azərbaycansız ola bilməz. Güney Azərbaycan Turan birliyinin açarıdır, körpüsüdür.
məhz Turan birliyinin yaranması bütövlükdə bu zolağın birləşməsi üçün mütləq Güney Azərbaycan məsələsi həll olunmalıdır. Hansısa şəkildə, ya Avropa İttifaqı kimi deyək ki, sərhədləri şəffaf olan bir qonşuluq münasibətləri qurulması hesabına mı, yoxsa orada müstəqil Azərbaycan dövlətinin yaranması hesabına mı? Amma istənilən halda Türk zolağının birləşməsi üçün Güney Azərbaycan məsələsi həll olmalıdır və mənə elə gəlir ki, bunu başa düşmək çətin də deyil. Yəni Türk dünyasının yalnız bir Ermənistan ərazisindən keçən və Amerika Birləşmiş Ştatlarının nəzarəti altında olan Rusiyanın müdaxilə iddiaları, İranın müdaxilə iddiaları olan Zəngəzur dəhlizinə ümid bəsləmək, arxayın olmaq, yəni bu yetərli deyil. Türk zolağının birləşməsi üçün Güney Azərbaycan məsələsi həll olunmalıdır və elə gəlir ki, istər Azərbaycan hakimiyyəti, istərsə də Türkiyə hakimiyyəti bunu dərk edir, anlayır və ola bilsin ki, hansısa bir strateji planlar mövcuddur. Amma təəssüf ki, hələlik görünmür və əgər belə planlar mövcuddursa da biz indi hadisələrin sürətlə inkişaf etməsi fonunda bu şansları itirə bilərik. Yəni itirilmiş imkanlar dövrünə çevrilə bilər bizim indiki dövrümüz. Çünki hal-hazırda orada ciddi bir dəyişikliklərin olacağı ilə əlaqədar dünyanın müxtəlif mərkəzlərində hazırlıqlar gedir, müzakirələr aparılır. Bu yaxınlarda Washington Post qəzetində Şimali Azərbaycanın, Cənubi Azərbaycan ərazisinə, əgər orada hər hansı bir humanitar fəlakət şəraiti yaranarsa, müdaxilə edəcəyi ehtimalları barədə bir yazı var idi. Çox az sayda belə yazılar var. Məsələn, elə Amerika Birləşmiş Ştatlarının özünün mətbuat orqanları, televiziyalar, qəzetlər daha çox Rıza Pəhləvidən, orada Şah rejiminin bərpası perspektivlərindən yazırlar. Yəni, bu məsələlərə diqqəti artırmaq lazımdır. Bundan başqa bir humanitar problemlər barədə də narahatlıqların olduqlarını ifadə edirlər. Bəzən Azərbaycan Respublikasında belə bir fikirlər səslənir ki, əgər Amerika Birləşmiş Ştatları ilə İsrail ilə İran arasında müharibə başlayarsa, Azərbaycana çox böyük qaçqın axını ola bilər, köç ola bilər. Şəxsən mən buna inanmıram. Çünki əvvəla, əgər İrana zərbələr endiriləcəksə, bu daha çox hərbi bazalara endiriləcək, hərbi mərkəzlərə, eyni zamanda siyasi qərarların qəbul edildiyi mərkəzlərə endirilən zərbələr olacaq. İkincisi, bizim xalqımız, bizim millətimiz, deyək ki, bir çox başqa xalqlardan, millətlərdən fərqli olaraq miqrasiyaya meyilli olan xalq deyil. Elə Şimali Azərbaycanda Qarabağ müharibəsinin gedişində üst-üstə Ermənistandan və Qarabağ ərazilərindən olan qaçqınlarımızın sayı milyona yaxınlaşırdı. Amma onlar elə Azərbaycanın müxtəlif bölgələrində toparlandılar. Yəni, başqa ölkələrə belə kütləvi axın olmadı. Çətinliklə yaşadılar, çadır düşərgələrində yaşadılar, yataqxanalarda yaşadılar, çox böyük əziyyətlər çəkdilər. Amma xarici ölkələrə üst tutmadılar, elə Azərbaycan ərazisində qaldılar. Hətta qardaş dövlətlərə də üst tutmadılar, Azərbaycan ərazisində qaldılar. Mən əminəm ki, əgər Türkiyənin də, eyni zamanda Azərbaycan Respublikasının da bu məsələlərdən narahatçılığı varsa ki, əgər orada müharibə başlasa, orada yaşayan milyonlarla soydaşlarımız Azərbaycana, Türkiyəyə axın edəcəklər, böyük qaçqın axını olacaq. Mən buna inanmıram və açığı mən deyim ki, mən əminəm ki, belə hal olmayacaq. Yəni, kütləvi qaçqın, kütləvi axın, əvvəla Amerika Birləşmiş Ştatlarının orada o şəkildə müharibə aparmaq niyyəti yoxdur mənim fikrimcə. Əgər hətta olsa da belə, orada insanlar öz təhlükəsizliklərini elə yaşadıkları ərazilərdə təmin etməyə, çətinliklərə dözərək qatlaşacaqlar. Çünki bu bizim milli xüsusiyyətlərimizdən irəli gəlir. Elə, məsələn, Sovet dövrünün özündə bir çox xalqlar başqa ölkələrin ərazilərinə üst tuturdular, köç edirdilər. Amma Azərbaycan xalqı miqrasiyaya meyilli olan xalq deyil. Biz daha çox öz torpaqlarımıza, öz vətənimizə bağlı olan xalqıq. Və Cənubi Azərbaycanda mənə elə gəlir ki, milli məfkurə indi digər türk dövlətlərində olduğundan daha yüksəkdir. Türkiyədə bir, deyək ki, daha çox yaxın şərq ümumi siyasətinə yönəlmiş bir ideologiya hakim partiya tərəfindən irəli sürülür. Daha çox İslami dəyərlərə əsaslanan bir ideologiya irəli sürülür, təbliğ olunur. Eyni zamanda Orta Asiya respublikalarında
bu Türkçülük təfəkkürü yeni inkişaf etmeye başlayır ya o yüksek seviyede değil. Hal-hazırda benim fikrimcə dünya Türkçülüğünün merkezi elə Azərbaycandır. Yani ister Azərbaycan Respublikası, xüsusilə Güney Azərbaycan və dünya Türklüğünün mərkəzi şəhəri də mən hesab edirəm ki, Təbriz şəhəridir, Ərdəbil şəhəridir. Yəni bu hal-hazırda mənə elə gəlir ki, yəni mən əminəm ki, dünyada ən Türk şəhəri deyəcəyimiz bir şəhər varsa, birinci yerdə biz Təbrizin adını çəkə bilərik. Çünki həm əhalisinin sayına görə, həm təfəkkürünə görə, hem dünya görüşüne göre hem milli məfkurəsinə göre en Türkçü olan şehir, en Türk şehri hal-hazırda Təbriz şəhəridir ve Türk birliği yaratmaya çalışan, Turan birliği yaratmaya çalışan herkes, xüsusilə dövlət siyasətinə təsir etmək imkanlarına malik olan, dövlət resurslarını idarə etmək imkanlarına malik olan şəxslər, mərkəzlər, təşkilatlar bu məsələni diqqətdə saxlamalıdırlar. Bir daha onu deyirəm ki, Güney Azərbaycan olmadan gerçək bir, ciddi bir Turan birliğinin olması qeyri-mümkündür. Çox təşəkkür edirəm Sayın Arif bəy və mən son bir həm biraz açıqlamam olacaq, sonunda da sual. Değerli dostlar, lütfen beğen, paylaşın verilişimizi və son mərhələyə yavaş-yavaş yaxınlaşırıq. Təşəkkür edirəm burada bizimlə həmkarçılıq edən hər bir Təba TV ailəsinə və digər dostlar ki, sonradan da bizi seyr edəcəklər. Çox maraqlı məqamlar, yəni məqamlara gəldi, çıxdı Sayın Arif bəy. Milli məfkurə məsələsi, bəli, Güney Azərbaycanda və bunun yəni sübutları da var. Təbii ki, orada milli məfkurə nə dərəcədə güclüdür. Bir zamanlar ki, hətta Qarabağ məsələsi unudulmuşdu. Yüz minlərlə insanlar Səhənd stadyumunda, Qurd dərəsində Qarabağ bizimdir, bizim olacaq. Yəni, o işğaldan ta qələbiyə qədər Təbrizin gündəmində idi. Yəni, Güney Azərbaycanın gündəmində idi və biz bunu Günas TV dönəmindən ta indiki YouTube kanalı dönəminə qədər hamısında videolarında yaymışıq. Və bizim yeganə silahımız da odur. Güney Azərbaycanın tək bir silahı var, odur. Oradakı xüsusilə də bir nəsl ki, orta və gənc nəsl. Orta daha çox, çünki o zamanki təbii ki, o təsirlərin altında və yeni nəsildəki təbii ki, gəlir, dedim, bunlar Z nəslidir və bunları kontrol etmək lazımdır, bunlara doğru düzgün istiqamət vermək lazımdır ki, hal-hazırda bizim o gücümüz, o mediamız da yoxdur. Ona görə də belə buraxılıblar, yəni bu formada, amma bir təbəqə ki, Azərbaycanın fədailəri adlanır və milli məfkuriyə silahlanıblar. Onlar həddən artıq milyonlarla insandır şübhəsiz. Hər zaman biz ona güvənirik. Və indi